Salam əziz izləyicilər. Bugün sizi hansı hadisələr gözləyir? Sevgi, pul, iş, sağlamlıq və şans sahəsində nələrə diqqət etməlisiniz? Burcunuz üçün hazırlanan bugünkü proqnozu sona qədər izləyin. İzlədiyiniz bəzi cümlələr məhz sizin eşitməli olduğunuz mesaj ola bilər. Fürsətləri vaxtında görmək isə tamamilə sizin əlinizdədir. Koç burcu. Bugün hər sözə cavab verməyə tələsməyin. Bazen susmaq ən ağıllı seçimdir. Kimsə sizi mübahisəyə çəkməyə çalışa bilər. Amma sakit qalmaq sizə daha çox qazandıracaq. Günün sonunda haqlı olmaq yox, rahat olmaq daha vacibdir. Maddi məsələlərdə xoş xəbər ala bilərsiniz. Avvallar gördüyünüz işin bəhrəsini toplamaq vaxtı yaxınlaşır. Əlinizə keçən pulu dərhal xərcləmək əvəzinə gələcəyinizi düşünərək qərar verin. Sevdiyiniz insan bugün sizdən diqqət gözləyəcək. Kiçik bir jest, səmimi söhbət və ya birlikdə keçirilən bir axşam münasibətinizi daha da istiləşdirə bilər. Əgər həyatınızda heç kim yoxdursa, gözlənilməz tanışlıq sizi təəccübləndirə bilər. İş yerində ehtiyatlı davranın. Hər fikrinizi hamı ilə bölüşmək düzgün olmaz. Bəzi insanlar dediklərinizi öz xeyrinə istifadə edə bilər. Sakit və düşünülmüş davranış sizə üstünlük qazandıracaq. Bugün planlarınız tam istədiyiniz kimi getməsə də ruhdan düşməyin. Keçkən bəzi işlər sonradan sizin xeyrinizə olacaq. Tələsmədən qərar vermək daha doğru nəticə verəcək. Daxilınızda yığılan hissləri gizlətməyin. Etibar etdiyiniz biri ilə söhbət etmək sizə rahatlıq gətirəcək. Hər şeyi tək daşımağa ehtiyac yoxdur. Sağlamlığınıza da diqqət ayırın. Özünüzü həddindən artıq yormayın. Biraz hərəkət etmək, açıq havada gəzmək və kifayət qədər dincəlmək sizə enerji verəcək. Bugün göstərdiyiniz səbir yaxın günlərdə sizi sevindirəcək nəticələrin başlanğıcı ola bilər. Boğa burcu. Bugün heç kimin sizə tələsdirməsinə imkan verməyin. Sakit düşünmək sizə ən doğru qərar verəcək. Başqaları emosiyalarla hərəkət edərkən siz ağılla davranacaqsınız və bunun faydasını yaxın zamanda görəcəksiniz. Sevgi həyatınızda maraqlı anlar yaşana bilər. Sevdiyiniz insanın kiçik bir davranışı ürəyinizdə böyük hisslər oyadacaq. Münasibətdə olanlar üçün səmimi söhbət hər şeyi dəyişə bilər. Əgər subaysınızsa, gözləmədiyiniz biri diqqətinizi çəkəcək və fikirləriniz qarışacaq. Maddi vəziyyətinizdə müsbət dəyişiklik görünür. Əvvəlki zəhmətiniz boşa getməyəcək. Əlinizə əlavə gəlir keçə bilər. Amma bugün tələsik xərclərdən uzaq durmaq daha ağıllı seçim olacaq. İş yerində sizi əsəbləşdirmək istəyən biri ola bilər. Onun oyununa gəlməsəniz qazanan tərəf siz olacaqsınız. Az danışıb çox iş görmək bugün sizə üstünlük verəcək. Ailəniz sizdən diqqət və qayğı gözləyir. Birlikdə keçirilən qısa vaxt belə münasibətləri daha da möhkəmləndirəcək. Kiçik jestlər böyük sevinç yarada bilər. Sağlamlığınıza da diqqət edin. Özünüzü həddindən artıq yormayın. Boyun və çiyin nahiyəsində gərginlik hiss edə bilərsiniz. Biraz dincəlmək və açıq havada gəzmək sizə yaxşı təsir edəcək. Bugün öz yolunuzla getməkdən çəkinməyin. Başqalarının uğuruna baxıb ruhdan düşməyin. Səbirli olsanız, yaxın günlərdə sizi sevindirəcək gözlənilməz imkanlarla qarşılaşa bilərsiniz. Əkizlər burcu. Bugün sözləriniz çox böyük təsir gücünə malik olacaq. Bir cümlə ilə insanı özünüzə yaxınlaşdıra da bilərsiniz, uzaqlaşdıra da. Xüsusilə ailədə yaşca böyük insanlarla danışarkən səbirli və diqqətli olun. Bazen susmaq uzun izahatdan daha dəyərlidir. Maddi məsələlərdə sizi sevindirəcək xəbər var. Daha əvvəl verdiyiniz borc geri qayda və ya gözləmədiyiniz gəlir əldə edə bilərsiniz. Amma pulu düşünmədən xərcləmək düzgün olmaz. Biraz ehtiyatlı davranmaq gələcəkdə rahatlıq gətirəcək. Sevgi həyatınızda səmimiyyət ön plana çıxır. Sevdiyiniz insana hisslərinizi göstərməkdən çəkinməyin. Kiçik bir diqqət münasibətinizi daha da möhkəmləndirə bilər. Subaysınızsa sizi güldürən və maraqlandıran biri ilə tanış olmaq ehtimali yüksəkdir. İş həyatında yeni fikirləriniz diqqət çəkəcək. İnsanlar bugün sizi daha çox dinləməyə hazırdırlar. Tələsik qərar verməyin, hər addımı düşünərək yatın. Özünüzə də vaxt ayırın. Sevdiyiniz məşğuliyyətə məşğul olun. İdman edin və ya açıq havada gəzin. Bu, həm ruhunuza, həm də bədəninizə yaxşı təsir edəcək. Sağlamlığınız ümumilikdə yaxşıdır, amma zehni yorğunluq hiss edə bilərsiniz. Telefon və sosial şəbəkələrdən bir qədər uzaq qalmaq sizə rahatlıq verəcək. Bugün hər şeyi nəzarətdə saxlamağa çalışmayın. Bəzi hadisələri axarına buraxsanız, nəticə gözlədiyinizdən daha uğurlu olacaq.
Günün sonunda üzünüzdə təbəssüm yaradan gözəl sürprizlə qarşılaşa bilərsiniz. Xərçəng burcu. Bugün hər şeyi öz istədiyiniz kimi idarə etməyə çalışmayın. Bəzən həyat sizə başqa yola aparır və məhz o yol daha uğurlu nəticə verir. İnadkarlıq bugün sizə xeyir gətirməyəcək. Bir addım geri çəkilmək bəzən ən ağıllı qərardır. Maddi məsələlərdə diqqətli olun. Qarşınıza yaxşı fürsət çıxa bilər, amma tələskənlik onu əldən verməyinizə səbəb ola bilər. Sənədləri və hesablamaları diqqətlə yoxlayın. Bugün ağıllı verilən qərar yaxın günlərdə qazanc gətirəcək. Sevgi həyatınızda səmimiyyət hər şeyi dəyişə bilər. Sevdiyiniz insanla açıq danışmaq münasibətinizi daha da gücləndirəcək. Keçmiş inciklikləri xatırlamaq əvəzinə gələcəyə baxın. Subaysınızsa uzaqdan gələn xəbər və ya gözlənilməz tanışlıq sizi sevindirə bilər. İş yerində fikirləriniz hər kəs tərəfindən qəbul olunmaya bilər. Buna görə əsəbləşməyin. Sakit və inamlı davranışınız sizə üstünlük qazandıracaq. Gözləmədiyiniz biri sizə dəstək verə bilər. Ailənizə daha çox vaxt ayırın. Kiçik bir söhbət və ya birlikdə keçirilən vaxt münasibətləri daha da istiləşdirəcək. Sağlamlığınıza da diqqət edin. Özünüzü çox yormayın, daha çox su için və açıq havada gəzməyə çalışın. Erkən istirahət sizə yeni enerji verəcək. Bugün hər hadisəni ürəyinizə salmayın. Səbirli və düşünülmüş addımlar sizi yaxın gələcəkdə sevindirəcək nəticələrə aparacaq. Şir burcu. Bugün diqqət mərkəzində olacaqsınız. İnsanlar sizin davranışlarınıza fikir verəcək və dedikləriniz daha çox əhəmiyyət qazanacaq. Buna görə hər addımınızı düşünərək atın. Maddi məsələlərdə ehtiyatlı olun. Çox sərfəli görünən təkliflər sizi aldatmasın. Xüsusilə torpaq, ev və ya böyük alışlarla bağlı qərarları bugün tələsərək verməyin. Biraz gözləmək daha faydalı olacaq. Ailəniz sizə böyük sevinç yaşadacaq. Yaxınlarınızın uğuru sizi qürurlandıracaq və onların xoşbəxtliyi sizə də müsbət enerji verəcək. Bugün birlikdə keçirdiyiniz anlar uzun müddət yadda qalacaq. Sevgi həyatınızda kiçik anlaşılmazlıq yarana bilər. Qarşı tərəf sizdən daha çox diqqət gözləyə bilər. Hisslərinizi sakit şəkildə izah etsəniz, problem böyüməyəcək. Laqeyd davranmaq isə münasibətə zərər verə bilər. İş həyatında uğurlu gündür. Həmkarlarınızla əməkdaşlıq güclənəcək və yarımçıq qalan işləri başa çatdırmaq üçün yaxşı fürsət yaranacaq. Bugün göstərdiyiniz zəhmət yaxın zamanda öz bəhrəsini verəcək. Telefon və sosial şəbəkələrə həddindən artıq vaxt ayırmayın. Vaxtınızı daha faydalı işlərə və sevdiyiniz insanlara sərf etmək sizə daha çox qazanc gətirəcək. Sağlamlığınız yaxşıdır, amma dincəlməyi də unutmayın. Yüngül idman və açıq havada gəzinti sizə əlavə enerji verəcək. Bugün özünüzə inamınızı qoruyun. Qarşıdakı fürsət düşündüyünüzdən daha yaxındır və düzgün qərarlar sizi uğura aparacaq. Qız burcu. Bugün sizi ən çox saxlayan insanlar yox, öz tərəddüdləriniz olacaq. Həddindən artıq düşünmək vaxt itkisinə səbəb ola bilər. Unutmayın ki, mükəmməl fürsəti gözləyən insan bəzən yaxşı fürsət əldən verir. Cəsarətlə atılan kiçik addım belə böyük nəticə verə bilər. Maddi məsələlərdə diqqətli olun. Gözlənilməz xərclər arta bilər. Sadəcə əhvalınızı yaxşılaşdırmaq üçün alış-veriş etmək düzgün seçim olmayacaq. Bugün qənaət etdiyiniz pul yaxın zamanda işinizə yaraya bilər. Sevgi həyatınızda narahatlığa yer verməyin. Qarşı tərəf hisslərini sizin istədiyiniz kimi göstərməyə bilər. Bu, sevgisinin azaldığı anlamına gəlmir. Bəzən insanlar sevgini sözlə yox, davranışları ilə göstərirlər. Subaysınızsa keçmişi geridə qoymadan yeni başlanğıc çətin olacaq. İş həyatında uğurlu imkan yaranır. Diqqətiniz və məsuliyyətiniz rəhbərlərin nəzərindən qaçmayacaq. Başqalarının görmədiyi xırda detalı fərq etməyiniz sizə üstünlük qazandıracaq. Ailə daxilində mübahisələrdən uzaq olun. Hər dəfə haqlı çıxmağa çalışmaq münasibətlərə zərər verə bilər. Bəzən ilk addım atan insan daha güclü olur. Sağlamlığınıza fikir verin. Yorğunluq yığılıb və bədəniniz istirahət istəyir. Yaxşı yuxu, düzgün qidalanma və qısa gəzinti sizə yeni enerji verəcək. Bugün qorxularınıza yox, məqsədlərinizə fokuslanın. Cəsarətli qərarlar yaxın günlərdə sizi sevindirəcək nəticələr gətirəcək. Tərəzi burcu. Bugün verdiyiniz qərarlar yaxın günlərə ciddi təsir göstərə bilər. Tələsməyin və hər addımı diqqətlə düşünün. Kimsə sizdən tez cavab gözləyə bilər, amma sakit qərar vermək sizə üstünlük qazandıracaq.
Maddi vəziyyətinizi nəzarət edin. Kiçik xərclər zamanla böyük məbləğə çevrilə bilər. Bugün qənaətli davranmaq gələcəkdə sizə çətinlikdən qoruyacaq. Sevgi həyatınızda ilk addım atmaqdan çəkinməyin. Qarşı tərəfdə sizin səmimiyyətinizi gözləyir. Açıq söhbət münasibətdəki anlaşılmazlıqları aradan qaldıra bilər. Əgər subaysınızsa, bugün başlayan sadə tanışlıq gələcəkdə önəmli münasibətə çevrilə bilər. İş həyatında fikir ayrılıqları yaşana bilər. Əsəbləşmək əvəzinə arqumentlarla danışın. Sakit davranışınız həmkarlarınızın hörmətini artıracaq. Bugün çəkdiyiniz zəhmətin nəticəsi biraz gec görünsə də sizi sevindirəcək. Özünüzü də sevindirməyi unutmayın. Uzun müddətdir almaq istədiyiniz geyimi və ya kiçik bir hədiyyəni almaq əhvalınızı yüksəldirəcək. Sağlamlığınıza diqqət edin. Özünüzü həddindən artıq yormayın. Bol su için və axşam dincəlməyə çalışın. Bədəninizə verdiyiniz qayğı sizə yeni enerji gətirəcək. Bugün hər mübahisədə qalib gəlməyə çalışmayın. Bəzən sakit qalmaq ən böyük qələbə olur. Səbirli olsanız, yaxın günlərdə bunun mükafatını alacaqsınız. Əqrəb burcu. Bugün keçmişdə etdiyiniz bəzi səhvləri xatırlaya bilərsiniz. Özünüzü günahlandırmaq əvəzinə dərs çıxarın. Keçmişə bağlı qalan insan gələcək imkanları görə bilmir. Bugün yeni başlanğıc üçün alverişli gündür. Maddi məsələlərdə ehtiyatlı olun. Kimsə sizi cəlb edici görünən təklif və ya borc məsələsi ilə müraciət edə bilər. Tələsmədən qərar verin və hər şeyi diqqətlə yoxlayın. Pulunuzu risk atmağa dəyməz. Sevgi həyatınızda gözəl dəyişikliklər mümkündür. Sevdiyiniz insanla səmimi söhbət münasibətinizi daha da yaxınlaşdıracaq. Aranızda inciklik varsa ilk addımı atmaqdan çəkinməyin. Əgər subaysınızsa gözlənilməz tanışlıq ürəyinizi həyəcanlandıra bilər. İş həyatında zəhmətiniz nəhayət qiymətləndiriləcək. Rəhbərlə vacib görüş və ya yeni imkan gündəmə gələ bilər. Buna görə bugün məsuliyyətlə çalışın və özünüzü ən yaxşı tərəfdən göstərin. Ailə münasibətlərində mehriban olun. Yaxınlarınızın sizə ehtiyacı var. Onları dinləmək və dəstək olmaq münasibətləri daha da möhkəmləndirəcək. Sağlamlığınıza da diqqət edin. Daha çox su için, yüngül qidalanın və açıq havada gəzməyə vaxt ayırın. Daxili rahatlıq bədəninizə də müsbət təsir göstərəcək. Bugün unutmayın ki, güclü insan heç vaxt yıxılmayan yox, yıxıldıqdan sonra ayağa qalmağı bacaran insandır. Özünüzə inanın və qarşınıza çıxacaq yeni fürsətləri qaçırmayın. Oxatan burcu. Bugün öz gücünüzü daha yaxşı hiss edəcəksiniz. Başqalarının tərəddüd etdiyi məqamlarda siz cəsarətlə qərar verə biləcəksiniz. Ancaq tələsməyin. Düşünülmüş addımlar sizə daha böyük uğur aparacaq. Maddi baxımdan sevindirici hadisə mümkündür. Heç kimin köməyi olmadan əlavə gəlir əldə edə bilərsiniz və ya gözlədiyiniz pul əlinizə keçə bilər. Amma qazandığınızı dərhal xərcləmək əvəzinə gələcəyinizi düşünün. Sevgi həyatınızda xoş anlar yaşanacaq. Sevdiyiniz insanla birlikdə keçirdiyiniz sadə vaxt belə sizi çox xoşbəxt edəcək. Əgər aranızda narazılıq olubsa, bugün barışmaq üçün yaxşı fürsətdir. Əgər subaysınızsa, sizi güldürən və rahat hiss etdirən biri ilə tanış ola bilərsiniz. İş həyatında fikirləriniz dəyər qazanacaq. Komanda işi uğurlu nəticə verəcək və zəhmətiniz diqqətdən yayınmayacaq. Bugün göstərdiyiniz bacarıq gələcək imkanların qapısını aça bilər. Ailənizə və yaxınlarınıza vaxt ayırın. Səmimi söhbətlər və birlikdə keçirilən anlar sizə böyük rahatlıq gətirəcək. Sağlamlığınız yaxşıdır, amma hərəkəti unutmayın. Gəzinti və yüngül idman sizə əlavə enerji verəcək. İstirahət etmək zəiflik deyil, yeni güc toplamaqdır. Bugün qarşınıza çıxan imkanlardan çəkinməyin. Cəsarətli qərarlar sizi yaxın gələcəkdə böyük uğurlara aparacaq. Oğlaq burcu. Bugün həyat sizi səbirlə sınağa çəkə bilər. Hər şey istədiyiniz sürətlə getməsə də ruhdan düşməyin. Bəzən yavaşlamaq gələcək uğurun əsasını qoyur. Tələsmədən verilən qərarlar sizə üstünlük qazandıracaq. Maddi məsələlərdə diqqətli olun. Gözlənilməz xərclər planlarınızı dəyişə bilər. Böyük maliyyə qərarlarını bugün vermək əvəzinə biraz gözləmək daha doğru olacaq. Sevgi həyatınızda açıq danışmaq vacibdir. Hisslərinizi gizlətmək problemləri həll etmir. Səmimi söhbət münasibətinizə yeni nəfəs gətirə bilər.
Əgər subaysınızsa, bugün başlayan sadə tanışlıq gələcəkdə ciddi münasibətə çevrilə bilər. İş həyatında anlaşılmazlıqlar yaşana bilər. Eşitdiyiniz hər sözə dərhal inanmayın. Məlumatı yoxlayın və sonra qərar verin. Sakit davranışınız sizi digərlərindən fərqləndirəcək və zəhmətinizin bəhrəsini yaxın zamanda görəcəksiniz. Dostlar və qohumlarla münasibətdə öz maraqlarınızı da unutmayın. Hər zaman hamını razı salmaq mümkün deyil. Lazım olduqda yox deməyi bacarın. Sağlamlığınız ümumilikdə yaxşıdır, amma bədəninizə istirahət lazımdır. Bol su için, açıq havada gəzin və özünüzü çox yormayın. Daxili rahatlıq sizə yeni enerji verəcək. Bugün kiçik dəyişikliklərdən çəkinməyin. Məhz bugün atacağınız kiçik addımlar gələcəkdə böyük uğurların başlanğıcı ola bilər. Dolça burcu. Bugün sizi gözlənilməz fürsətlər qarşılayacaq. Maraqlısı odur ki, onlar böyük hadisələrdə deyil, kiçik detallarda gizlənəcək. Diqqətli olun, çünki sadə bir söhbət və ya təklif gələcəyiniz üçün önəmli ola bilər. Maddi vəziyyətiniz sabit görünür. Keçmişdə çəkdiyiniz zəhmət artıq öz bəhrəsini verməyə başlayır. Əlinizə keçən pulu ağıllı istifadə edin və lazımsız xərclərdən uzaq durun. Sevgi həyatınızda xoş anlar yaşanacaq. Sevdiyiniz insanla birlikdə keçirdiyiniz sadə vaxt belə sizə böyük xoşbəxtlik gətirəcək. Əgər subaysınızsa, yeni tanışlıq əhvalınızı tamamilə dəyişə bilər. İş həyatında fikirləriniz dəyər qazanacaq. İnsanlar sizə güvənəcək və vacib məsələlərdə fikrinizi soruşacaqlar. Bugün çox danışmaqdan daha çox dinləmək sizə üstünlük verəcək. Özünüz üçün də vaxt ayırın, sevdiyiniz işlə məşğul olun, gəzin və ya sadəcə biraz tək qalın. Bu, həm düşüncələrinizi, həm də ruhunuzu rahatlaşdıracaq. Sağlamlığınız yaxşıdır. Amma buna baxmayaraq, bədəninizə qayğı göstərin, bol su için, açıq havada gəzin və stressdən uzaq durmağa çalışın. Bugün qarşınıza çıxan kiçik fürsətləri dəyərləndirin. Böyük dəyişikliklər çox vaxt məhz kiçik addımlarda başlayır. Balıq burcu. Bugün özünüzə olan inamınız daha da artacaq. Uzun müddətdir təxirə saldığınız işləri başa çatdırmaq üçün yaxşı gündür. Ancaq tələsməyin. Düşünülmüş addımlar sizə daha böyük uğur qazandıracaq. Maddi vəziyyətinizdə müsbət dəyişiklik hiss olunacaq. Qarşınıza çıxan fürsətləri diqqətlə dəyərləndirin. Riskli qərarlardan uzaq durun. Öz zəhmətinizlə qazandığınız gəlir sizə daha çox rahatlıq gətirəcək. Sevgi həyatınız sakit və sabit olacaq. Sevdiyiniz insanla münasibətdə lazımsız şübhələr yaratmayın. Bəzən birlikdə sakit vaxt keçirmək uzun söhbətlərdən daha dəyərlidir. Əgər subaysınızsa, heç nəyi tələsdirməyin. Hər şey öz vaxtında olacaq. İş həyatında məsuliyyətli davranışınız diqqətdən yayınmayacaq. Kiçik detallara fikir verməyiniz gələcəkdə böyük problemlərin qarşısını alacaq. Bugün çəkdiyiniz zəhmətin nəticəsini biraz sonra görəcəksiniz. Sağlamlığınıza da diqqət edin. Son günlərin yorğunluğu özünü göstərə bilər. Daha çox yatmağa, açıq havada gəzməyə və özünüzü həddindən artıq yormamağa çalışın. Bugün unutmayın ki, həqiqi güc hər şeyi tək həll etməkdə deyil. Lazım olduqda hisslərinizi göstərmək və səmimi olmaq sizi daha da güclü edəcək. Dəyərli izləyicilər, bugünkü burc proqnozu xoşunuza gəlsə, onu dostlarınızla da paylaşın. Sabahki proqnozları kaçırmamaq üçün bizi izləməyi unutmayın. Sizə bol uğur, xoş xəbərlər və gözəl bir gün arzulayırıq.